Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün soyuq havaların çox ləzzətli yeməyi olan xəşil hazırlayacağım. Əminəm ki, siz də mənim bu reseptimi çox bəyənəcəksiniz. Əvvəlcə qabın içərisinə 200 ml stəkanla stəkan yarım un tökürəm. Üzərinə soyuq su əlavə edib çırpıcı ilə qarışdırıram. Soyuq suyu da stəkan yarım əlavə etdim. Ayrıca bir qazana 200 ml stəkanla 2 stəkan qaynar su tökürəm və yenidən ocağın üzərinə qaynamağa qoyuram. Su qaynağa düşəndə içərisinə biraz duz tökürəm və hazırladığım umacı suyu qarışdıraraq suyun içərisinə əlavə edirəm. Dayanmadan qarışdırmaq lazımdır. Yaxşıca qarışdırdıqdan sonra qazanın qapağını örtürəm və vam odda bişirirəm. Ara-sıra qazanın qapağını açıb qarışdırıram. Xəşil qaynağa düşəndən sonra içərisinə biraz sarı kök, yarım çay qaşığı zəncəfil və yarım çay qaşığı kişniş toxumu tökürəm. Siz bu ədviyyatları zövqə görə tökməyə də bilərsiniz, ancaq bizdə belə hazırlanır. Yenidən qazanın qapağını örtürəm və vam odda 1-2 dəqiqə bişirirəm. Artıq xəşil hazırdır, ocağı söndürürəm və ilk istiliyi çıxsın deyə xəşili kənarda biraz gözlədirəm. Daha sonra isə xəşili boşqaba tökürəm. Üzərinə ərinmiş yağ əlavə edirəm. Sonda isə üzərinə pəhməz töküb süfrəyə təqdim edirəm. Pəhməz xoşlamayanlar şəkər tozu ilə də yeyə bilərlər. Əziz xanımlar, əgər siz də mənim bu reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.